Salam əziz kanal izləyiciləri. Domsafetin hökumət evinin arxasında gördüyünüz bax bu binada sizə satışda olan bir obyekt təqdim edirəm. Eksklüziv obyekti siz nə heç bir saytda görə bilmərsiniz, nə bina azda, nə topazda, nə tapazda, heç harda bu obyekti siz görə bilmərsiniz. 800 kvadrat obyekti. Bu giriş hissəsidir. Girişdə 2 dənə sanitar qovşağı ayrı-ayrı. Çıxırıq ikinci mərtəbəyə. Bu obyektin giriş hissəsi 60 kvadrat. Ümumi obyekt isə 800 kvadratdır. İndi isə çıxaq mən sizə yuxarı mərtəbələri göstərdim. 800 kvadrat obyektin sənədi qeyri-yaşayış qupça çıxarışdır. Bunu siz ofis eləyə bilərsiniz. Böyük bir rəqs məktəbi eləyə bilərsiniz. Bax bu girişdə otaqlar ayrılır həm sağa, həm sola. Çox böyükdür. Mən sizə bir tərəfdən göstərim. Bax burada da belə bir otaq var. Ümumi göstərmək üçün tez-tez sizə belə göstərim bu bir otağı. Burada başda sanitar qovşaqları, burada yenə bir ofis. Davam eləyək bu hissədən. Görürsünüz, otaqlar həm bir-birinə açılır, həm də çox genişdir. Şəhərin gözəl mənzərəsi. Burada ünvan Fikrət Əmirov 1 gedir. Fikrət Əmirov 1 ünvandadır bu obyekt. Və hazır təmirli obyektdir. Belə bir obyekti siz 25.000, 30.000 manata icarəyə verməyiniz 2x2-dir. Hökumət evinin arxası, şəhərin mərkəzi, 28 may metrosunun yanı, sahil metrosuna yaxın və ətrafda səfirliklər. Şəhərin tam mərkəzidir. Və belə bir obyekti mən sizə təklif edirəm 5 milyon manata. Əgər sizin bu obyektlə bağlı suallarınız olarsa, buyurub zəng eləyə bilərsiniz. İstilik sistemi, kombidir, bütün elektrik, internet xəttləri hamısı qoşuludur. Yenə təkrar edirəm, buranı istəsəz alıb qəşəng bir dənə böyük bir şirkətin baş ofisi ola bilərdi. Ondan sonra buradan buna bənzər bir yer mən satmışdım Həsən Əliyev tərəfdə. Böyük güzgülər qoymuşlar, eləmişlər rəqs məktəbi. Məsələn, rəqs məktəbi eləyə bilərsiniz.